Bismillahirrahmanirrahim. Bu Əbu Talib qəbirstanlığıdır. Həzrəti Əbu Talibin adına olan qəbirstanlıqdır və həcc ziyarətində Bəqi qəbirstanından sonra ən fəzilətli yer buradır. Ən fəzilətli qəbirstanlıq buradır. Və burada çox dəyərli insanların qəbri var. Peyğəmbər özü şəxsən bu qəbristana gəlib buradakıları ziyarət eləyərdi. Burada Peyğəmbərin babalarının qəbri var, anasının qəbri var. Bu qəbristanlıqda Peyğəmbərimizin əmisi Əbu Talibin, Həzrət Əlinin atası Əbu Talibin qəbri var. Bundan əlavə Peyğəmbərimizin ən sevimli xanımı, İslam'a ilk iman gətirmiş xanım Həzrət Xədicənin də məzarı bu qəbristanlıqdadır. Burada dəfn olunan insanların hamısı fəzilətlidir. Həzrət Əbu Talib və Həzrət Xədicə ikisi də Peyğəmbəri himayə eləyən insanlar olub və Peyğəmbərin onlara xüsusi məhəbbəti olub. Həzrət Xədicə dünyadan köçən il Peyğəmbər gülmədi heç zaman. Bir il ərzində üzü gülmədi Peyğəmbərin və Həzrət Xədicə o şəxsdir ki, Allahın mələyi Həzrət Cəbrail Peyğəmbərə nazil olanda ona salam göndərir. Deyirdi, Allahın salamını çatdır Xədicəyə. Allah özü Həzrət Xədicəyə salam göndərirdi. Həzrət Xədicə nəyi var idisə Allah yolunda ehsan elədi, Allah yolunda Peyğəmbərə dəstək oldu. Ona görə də bu qəbristanın ziyarətinin çox böyük fəziləti var. Allah bizə nəsib eləyib, bir yerdə gəlmişik bu qəbristanın ziyarətinə. İndi mən ziyarətləri oxuyacam bir-bir. Təkrar eləməyə ehtiyac yoxdur. Təkrar eləyə bilməsəz də mən hamının adından oxuyacam. Siz də elə üzü qəbristana tərəf yanarsınız. Ondan sonra da dualarımızı eləyərik. Allah ibadətlərimizi, dualarımızı qəbul eləsin inşallah. Burada fürsətdən istifadə edib bir elanı da demək istəyirəm ki, inşallah sabahdan axşam saat 9-da otelin namaz otağında, aşağıda, namazxanasında moizə məclisi təşkil olunacaq. Sabah axşam saat 9-da. Moizə məclisi yəqin ki, indi dua da oxunar moizədən sonra. Yəni, məclis təşkil olunacaq sabah axşam saat 9-da. Otelin namaz otağında. İndi ziyarətləri eləyək inşallah. Sonra da bircə dua eləyərik.